Salam əziz müəllimlər. Bugün sizinlə 5-ci sinifin oduncaq və mişar materialları mövzusu haqqında öyrənəcəyik. Elə isə müəllimlər, gəlin vaxt itirmədən keçək mövzumuza. Deməli, mişarlanmış köklərdən və budaqlardan təmizlənmiş ağac oduncaq adlanır. Bəli, bu haqda məlumatımız var. Ağaclar meşələrin, daha sonra bağların, şəhərlərin əsas sakinləridir. Hər bir ağac 3 hissədən ibarətdir: kök, gövdə və çətirdən. Bəli, elə bu testlərdə də bu şəkildə düşür ki, ağac neçə hissədən ibarətdir? Onu da biz də götürəcəyik ki, ağac 3 hissədən ibarətdir: kök, gövdə və çətirdən. Elə bəzən çətir yerinə gətirib budaq demək sözünü qoyurlar, amma bu yanlış olacaq. Bizdən ağacın hissələrini soruşursa, biz onu götürəcəyik. Elə burada şəkil 1-ə baxsanız, burada da göstərilib. Kök, gövdə və çətirdən ibarətdir. Elə müəllimlər, sizlər üçün asan olsun deyə mən düşünürəm ki, aşağıdan yuxarı şəkildə yadınızda saxlasanız daha sizin üçün rahat olacaq. Daha sonra cavan və sağlam ağaclar təbiətin ağciyərləridir. Onlar demək havanı oksigenləşdirir, sonrasında ətraf mühiti yaşıllaşdırır, gözəlləşdirir. Ona görə də oduncaq materialı üçün adətən demək yaşlı və quru ağaclar kəsilir. Bəli. Elə bu bildiyimiz məsələlərdən biridir ki, yaşlı ağacları kəsmək olmaz. Onlara necə deyim, zərər yetirmək olmaz. Çünki aslında isə əgər deyir ki, oduncaq liflərini uzunu boyu və yaxud da ki, eninə kəssək, kəsmə yerində xarakterik təsvir görünəcək. Həmin təsvir tekstura adlanır. Bu nədir müəllimlər? Gəlin onu sizə izah edim. Şəkil 2-yə baxsanız, diqqət etsəniz, şəkil 2-yə. Burada qoz ağacı göstərilib. Qoz ağacına fikir versəniz, baxın, müəyyən üzərində çizgili demək təsvir var. Bax, o hissə tekstur adlanır. Bəzən olur ki, bəzi mişar materiallarında bunlar olmur. Ona görə bəzi insanlar öz istəklərinə görə müəyyən demək cihazlardan, avadanlıqlardan istifadə edib bu təsviri həmin mişar materialı üzərində yaradırlar. Daha doğrusu yaratmağa cəhd edilir. Ona görə bax, tekstura budur. Liflərin demək uzunluğuna və ya eninə kəssək, həmin demək kəsmə müstəvisində xarakterik təsvir həmin hissədir. Ona görə biz onu tekstura adlandırırıq. Sonrasında isə gəlin baxaq, davam edək. Oduncağın rəngi, teksturası, iyi, yəni qoxusu təkrar olunmazdır. Bu nə deməkdir? Bu da testlərə düşən vacib suallardan biridir. Deməli, müəllimlər, hər bir oduncaq, yəni hər bir ağac eyni rəngdə, eyni qoxuda və yaxud da ki, onlar eyni teksturaya sahib olmur. Yəni, onlar hər biri müxtəlifdir. Ona görə hər bir deyir ki, oduncağın rəngi, teksturası, onun qoxusu əvəz olunmazdır. Yəni, təkrar olunmur. Hər bir demək özünün xüsusiyyəti özünə məxsus olur. Sonrasında isə gəlin davam edək. Əsl ustanın demək əlində onlar ikinci həyat qazanır. Bəli, yəni müəyyən sənət əsərlərinə çevrilə bilir. Oduncaq tullantısı olmayan materialdır. Bəli, tullantısı olmayan material dedikdə nə başa düşürsünüz müəllimlər? Gəlin bunu bu şəkildə izah edim sizə. Yəni ki, onun qol budağı da istifadə olunur, qabığından da istifadə olunur. Hətta biz bilirik, demək oduncağı mişarlayan zaman müəyyən demək yonqarlar çıxır. Hətta biz onlardan da istifadə edirik. Müəyyən yerlərdə istifadə edirik. Onlardan müəyyən demək süni oduncaq materiallarının alınmasında çox vaxt istifadə olunur. Bax, bu o deməkdir. Yəni, oduncaq tullantısı olmayan materialdır. Həqiqətən elədir. Tullantısı olmur. Demək olar ki, ağacın, oduncağın hər bir şeyi istifadə olunur. Ağacın bütün hissələrini demək, təsərrüfatda, sənayedə, kənd təsərrüfatında, əmək alətlərinin hazırlanmasında, həmçinin tətbiqi sənət əsərlərinin yaradılmasında geniş istifadə olunur. Bəli, elə bu testlərdə düşür ki, demək, həmin ağacın bütün hissələrindən harada istifadə olunur. Yəni, müəyyən sahələr var ki, onlardan hər yerdə istifadə olunur. Burada da adları qeyd olunur. Daha sonra isə ağacların gövdələrini uzunluğuna və ya eninə kəssək, demək, hansı mişar materialları alınır? Gəlin onlara baxaq. Demək, müəllimlər, ağacların gövdələrini eninə mişarladıqda şalban, uzunluğuna mişarladıqda isə şalban yanı mişar materialı olaraq tir, tircik, taxta, şalbanın 1/4, çərək, buna çərək də deyirik, şalban yanı, bunlar alınır. Deyirsiniz ki, bəs mişar materialı
ümumiyyətcə nə deməkdir? Bax, mişar materiallarının növlərini bizdən testdə əgər istəsə müəllimlər, biz mişar materiallarının növü olaraq bunları götürəcəyik. Taxtadır, tirdir, tircikdir, lövhədir, həmçinin şalbandır. Bəs deyirsiniz ki, bəs müəllim, kötük nədir? Biz onu mişar materialı olaraq götürə bilərikmi? Əlbəttə ki, xeyr. Çünki kötük özü mişar yox, meşə materialıdır. Biz də meşə materialı haqqında inşallah 6-cı sinifdə daha geniş öyrənəcəyik sizinlə. Orada sizə daha ətraflı, geniş məlumat verəcəm. Çünki bəzən olur ki, elə təlimçilər gətirir, meşə materialı ilə mişar materialını eyni bir şey olaraq götürürlər, amma bu yanlış bir şeydir. Çünki meşə materialı ilə mişar materialı tamamilə başqa bir şeylərdir. Yəqin ki, bu hissə sizə aydın oldu. Sonrasında isə müəllimlər, digər hissəyə keçməmişdən əvvəl istəyirəm, burada diqqət edəcəyiniz bir yer var. Gəlin ora baxaq. Şəkil 2-yə diqqət etsəniz, burada bayaq elə demişdim. Ağacların rəngləri göstərilir. Hətta baxın, burada demək toz ağacının rəngi göstərilib bu hissədə. Sonrasında isə qırmızı ağac hansı rəngdədir o göstərilib və qoz ağacı. Qoz ağacının da rəngi bu hissədir. Elə testlərdə olar ki, gətirib salarlar. Elə bu hissəsinə bunun diqqət edin. Daha sonra isə gəlin müəllimlər, keçək mövzumuzun digər hissəsinə. Artıq siz bildiniz ki, mişar materiallarının növləri hansılardır. Hətta elə burada şəkil 3-də hamısı göstərilir. 4 tərəfdən demək mişarlanmış tir, 2 tərəfdən mişarlanmış tir, daha sonra kiçik tirlər, taxta göstərilib, daha sonra isə tillər oval taxta var, lövhə var, çərək var. Bundan sonra isə şəkil demək burada erlə işarə olunub, o da isə şalban yanıdır. Bunlar haqqında hər biri haqqında demək ətraflı sizlərlə danışacağıq. Ona demək, onlar haqqında hələ geniş danışmamışdan əvvəl, indi birazdan onlara qayıdacağıq. Gəlin görək tir nədir? Tir demək eni və qalınlığı 100 mm-dən çox olan mişar materialıdır. O ağacın özəyindən hazırlanır. Hal-hazırda tir burada A və B-də göstərilir. Əgər tir 2 tərəfdən mişarlanıbsa, o 2 haşiyəli tir adlanır. Baxın müəllimlər, buna diqqət edirsinizmi? Baxın, 2 tərəfdən mişarlanıb. Bu hissələri ümumiyyətcə mişarlanmayıb. Ona görə bu 2 haşiyəli tirdir. 4 haşiyəli tir isə 4 tərəfdən mişarlanmış tirə deyilir. Gəlin baxaq, baxın 4 tərəfdən mişarlanıb. Fikir verirsinizmi? Demək bu 4 haşiyəli tirdir. Daha sonra isə tircik bəs nədir? Tircik qalınlığı 100 mm-dən az, eni isə qalınlığından 2 dəfə az olan mişar materialıdır. Baxın, bu hissədə göstərilir. Bəzən olar ki, tircik verməz, kiçik tirlər verər. Bunlar eyni bir şeylərdir. Ümumiyyətcə, kiçik tirlər müəllimlər nə olduğunu bəlkə də bir çoxunuz bilmirsiniz. Adi belə ev tikintilərində istifadə olunur reykalar. Biz dediyimiz dillə deyim, başa düşdüyünüz dillə. Reykalar ümumiyyətcə bax bu deməkdir, kiçik tirlər. Yəni, belə nəzərinizdə saxlasanız, tirdən demək, onun ölçüləri tamamilə fərqlidir. Eni ilə də taxtadan. Demək, tircik qalınlığı 100 mm-dən az, eni isə qalınlığından 2 dəfə az olan mişar materialına deyilir. Tircik ağacın özəyinin bir hissəsindən alınır. Bax, bayaq dedik ki, tirlər ağacın özəyindən hazırlanır. Tircik isə ağacın özəyinin bir hissəsindən hazırlanır. Yəqin ki, bu hissəsi də sizə aydın olur. Taxta nədir bəs desək? Taxta qalınlığı 100 mm-dən çox, eni isə qalınlığından 2 dəfə artıq olan mişar materialına deyilir. Baxın, gəlin göstərək müəllimlər. Bax, deyir ki, qalınlığı 100 mm qədər. Baxın, bunu nəzərdə tutur. Qalınlığı 100 mm qədər. Eni isə qalınlığından 2 qat artıq olan, demək, bu hissəni nəzərdə tutur. Yəni, bu mişar materialına biz taxta deyirik. Bəs lövhə nədir desək? Lövhə də ki, burada şəkil E-də göstərilib. Hal-hazırda baxın, qeyd elədim ki, özünüz də görəsiniz, lövhə ilə tanış olasınız. Çünki testlərdə də bu şəkildə salacaqlar ki, bu hansı mişar materialdır və yaxud da ki, indi birazdan sizinlə tanış olacağıq, onların elementləri ilə bağlı, onu da qarışdırmayın. Lövhə demək, şalbanın uzunluğuna yarıya mişarlamaqla alınır. Yəni ki, biz bir şalbanı ortadan yarıya böldükdə 2 dənə lövhə alınır. Ona görə, hətta baxın, fikir verirsiniz, bir dəqiqə burada elə qeyd edeyim, sizin üçün daha demək, aydın olsun. Təsəvvür edin ki, bu bir mişar materialıdır, dairə formu. Baxın, onun yarı hissəsi bölünüb ortadan və lövhənin bir hissəsi alınıb, elə orada da göstərir. Demək, şalbanı uzunluğuna yarıya böldükdə lövhə alınır.
Daha sonra isə bəs şalbanın 1/4 nədir? Demək, şalbanı 4 hissəyə böldük və onun 1/4 hissəsi qalır. O da çərək adlanır. Yəni biz çox vaxt elə ona çərək də deyirik. Həmin demək 1/4 hissəsi şalbanın demək mişarlanmış çərək hissəsi adlanır. Yəni elə testlərdə də bu şəkildə verə bilər ki, heç çərək verməz ki, şalbanın 1/4 nədir? Şalbanı 4 hissəyə biz mişarlayırıq və alınan mişar materialıdır. Yəni bu da dairəvi formada olur. Bu da qeyd edim sizin üçün daha aydınlatıcı olsun. Yəni şalbanı biz onu 4 yerə bölürük. Onun demək buradakı 1/4 hissəsi bizim demək çərək olacaq. Daha sonrasında isə müəllimlər, bəs şalban yanı nədir? Şalban yanı isə demək şalbanın yan hissəsidir, mişarlanmış yan hissəsi. Gəlin baxaq. Hətta burada şəkil yerdə verilib. Elə görürsünüz, şalbanın demək mişarlanmış yan hissəsidir. Yəqin ki, bunların hər birinin demək nə olduğu haqqında məlumatınız oldu azdan çoxdan. Sonra isə müəllimlər, bir də var ki, mişar materiallarının elementləri. Bəs onlar nədir? Mişar materiallarının elementləri ümumiyyətcə 4 dənədir. Yəni ki, bir mişar materialı 4 elementdən də ibarət ola bilər, 2 elementdən də ibarət ola bilər. Yəni müəyyən mişar materialının növünə görə bu dəyişir. Amma biz soruşsaq ki, testlərdə mişar materiallarının hansı elementlərdən ibarətdir? Deməli, təbəqələr, biz buna lay da deyirik. Yəni, bunun enli hissəsinə deyirik. Daha sonra kənarlar, ensiz hissə, tillər və en kəsik təpə hissəsi. İndi bunlar haqqında ətraflı tanış olacaq hər biri ilə ki, nə deməkdir? Təbəqə lay müəllimlər, mişar materiallarının enli səthinə deyilir. Baxın, hətta bu istəyirəm burada elə sizinlə əyani formada göstərim. Bu, demək, burada, hətta elə gəlin taxtada misal göstərək. Şəkil demək G-də görürsünüz. 1 ilə işarə edilib. Bu mişar materialının enli səthidir. Yəni lay, təbəqə hissəsidir. Kənar hissə isə mişar materialının ensiz səthinə deyilir. Elə taxta üzərindən biz misal gətirdik. Elə gəlin orada baxaq. 2 ilə işarə edilib ki, taxtanın demək ensiz hissəsi də kənar adlanır. Daha sonra isə bəs en kəsik təpə nədir və til nədir? En kəsik təpə isə mişar materialının təpəsinin kəsik səthinə deyilir. Burada elə 3 ilə işarə edilib. Bir dəqiqə, burada xətt üzərində var, daha da görsənmir. İndisi görəcəksiniz. 3 ilə işarə olunub, bəli. Bu demək en kəsik təpə hissəsidir. Sonda isə til var. Ümumiyyətcə müəllimlər, bütün mişar materiallarında, növlərində hər birində fikir verirsəniz, 4 ilə işarə olunub, til var. Til də mişar materialının səthinin kəsik demək, onların kəsişmə xəttinə daha doğrusu til deyilir. Burada elə fikir verirsəniz, elə 4 işarə olunub. Burada əslində bütün mişar materiallarında til var. Bəs hansı elementlər yoxdur? İndi birazdan onlar haqqında ətraflı danışacağıq. Deməli, müəllimlər, mişar materiallarının nə olduğunu bildik sizinlə. Mişar materiallarının hansı növləri oldu, onlar haqqında da məlumat aldıq. Elementlərinin haqqında da məlumat aldıq. Biz bildik ki, bütün mişar materiallarının hər birində 4 element yoxdur. Bəzisində 2 element olur, bəzisində 3, yəni dəyişir bu. İndi birazdan görəcəyik ki, hansı mişar materialında bu dəyişir və yaxud da ki, hansında hər biri var. Sonrasında isə gəlin demək, deyir ki, konstruktiv oduncaq materialına biz faner deyirik. Bəli, fanerin artıq demək nə olduğunu biz bilirik. Əvvəlki elə dərslərdə keçmişdik ki, faner nədir? Biraz onlar haqqında anlayışımız, məlumatımız var. Düşünürəm, hər birinizin bununla bağlı məlumatınız var. Amma növbəti mövzularda, növbəti dərslərdə bunlar haqqında daha ətraflı geniş məlumat alacağıq. Faner müəllimlər süni oduncaq materialıdır və konstruktiv oduncaq materialıdır. Sonrasında isə deyir ki, faner onu 3 və ya daha artıq şpon təbəqələrinin üst-üstə yapışdırılması yolu ilə alınır. Bəli. Ümumiyyətcə, bəzən müəllimlər qarışdırır ki, bəs şpon da süni oduncaq materialıdır. Əlbəttə ki, xeyr. Şpon təbəqələri özü təbii oduncaq materialından alınır və şpon təbəqələrindən biz süni oduncaq materiallarının alınmasında istifadə edirik, əziz müəllimlər. Bunları qarışdırmayaq. Elə süni oduncaq materiallarından biri də fanerdir. Faner yapışdırılma yolu ilə əldə olunur, preslənir, onun da alınma müəyyən ardıcıllığı var. Demək, hal-hazırda bizim burada diqqət edəcəyimiz məqam odur ki, üst-üstə və təbəqələrinin daha doğrusu yapışdırılması yolu ilə alınır
Faner və faner suyun oluncaq materialıdır. Şpon isə suyun oluncaq materialı deyil. Amma şpondan suyun oluncaq materiallarının alınmasını istifadə olunur. Yəqin ki, bu hissəsi də sizin üçün aydın oldu. Hətta burada şəkil 4-də fikir versəniz, demək soyulmuş şpondan fanerin alınması göstərilib. Elə baxın, burada şpon vərəqləridir. Demək onun üst-üstə yapışdırılması yolu ilə biz bunu əldə edirik, yəni faneri. Burada da onun kəsilməsi göstərilir. Demək müəllimlər, nə diqqət edəcəksiniz? Demək biz digər tərəfə keçməmişdən əvvəl gəlin burada elə sizə dedim ki, hansı mişar materialı növüdür ki, neçə elementdən ibarətdir. Buradan diqqət edəcəyik, gəlin hansı məqamlara. Bunları ümumiyyətcə ardıcıl şəkildə də yadınızda saxlaya bilərsiniz bu elementləri tapmaq üçün rahat olsun deyə. Amma yaxşısı budur ki, o şəkildə öyrənməyin. Niyə görə? Çünki bəzən elə mən də testlərdə salanda ümumiyyətcə rəqəmlənmiş hissələri silirəm ki, görün müəllim bunu həqiqətənmi başa düşərək yazıb, yoxsa ümumiyyətcə əzbərçiliyə mi dayanır? Fikir verirsiniz, burada şəkil A-da 4 haşiyəli tir verilir. 4 haşiyəli tir özü 4 elementdən ibarətdir. 4 haşiyəli tirdə demək hansı hissə yoxdur? Kənar hissə yoxdur, amma 2 təbəqə, yəni lay hissəsi var. Baxın, burada da qeyd olunur. Görürsünüz əziz müəllimlər. Demək 4 haşiyəli tirdə 2 dənə lay hissəsi var, kənar hissəsi yoxdur, en kəsik təpə, yəni təpə hissəsi var, bir də til hissəsi var. Ümumiyyətcə bütün mişar materialların növlərində til hissə var. Ona görə ümumiyyətcə tili qoyaq bir kənara, o bizim ehtiyatımızdır. Ehtiyat hissəmizdir ki, yəni bütün mişar materiallarında var. Daha sonra gəlin baxaq 2 haşiyəli tirə. Görək 2 haşiyəli tir neçə elementdən ibarətdir? 2 haşiyəli tir 3 elementdən ibarətdir. Demək, hansı hissələrdir? Lay hissəsi, bəli, dedik, iki tərəfdən mişarlanır, ona görə lay hissəsi var. Bu demək, 2 haşiyəli tirdə də kənar hissə yoxdur müəllimlər. Baxın, kənar hissəsi yoxdur, çünki onun kənar hissəsi mişarlanmayıb. Ona görə onda kənar hissə olmayacaq. Amma en kəsik, yəni təpə hissəsi var, daha sonra hansı hissəsi var? Til hissəsi də həmçinin var. Biz onu bayaq da qeyd etmişdik. Sonra isə kiçik tirlər, yəni digər adı ilə desək tircik. Bunlar necə hissədən ibarətdir? Kiçik tir özü də 3 hissədən ibarətdir, yəni daha doğrusu 3 hissə də verə bilər, 3 element də verə bilər. Demək, onun hansı elementləri var? Gəlin baxaq. Lay hissəsi var, yəni təbəqə hissəsi var, mişarlanıb. Kənar hissəsi də var. Til hissəsi də var, bəs hansı hissəsi olmalı? En kəsik təpə hissəsi yoxdur. Demək, kiçik tirdə en kəsik təpə hissə yoxdur. Yəqin ki, bu hissəsi sizə aydın oldu. Demək, daha sonrasında isə gəlin davam edək. Demək, müəllimlər, mişar materiallarının növlərindən taxta yeganə demək, mişar materialı növüdür ki, o 4 elementin hər birini özündə daşıyır. Necə yəni? Yəni, onda təbəqə hissəsi var, daha sonra kənar hissəsi var, til hissəsi var, en kəsik təpə hissəsi də var. Demək, yeganə mişar materialı növüdür ki, onda 4 elementin hər biri, yəni 4'ü də var. Düzdür, tirdə də 4 element var, amma orada biz bayaq dedik ki, kənar hissə yoxdur. 2 lay hissə var. Ona görə bu şəkildə yadımızda saxlayaq. Sonra demək, tillər oval taxta. Gəlin elə onunla da bir dəqiqə, gəlin elə onunla da tanış olaq, görək o neçə elementdən ibarətdir. Tilləri oval taxta da müəllimlər 3 elementdən ibarətdir. Onda da təbəqə, yəni lay hissə var, bax görürsünüz. Mişarlanmış hissə demək, biz bayaq dedik ki, onun mişarlanmış enli səthinə biz dedik ki, təbəqə lay deyirik. Ona görə də tillər oval taxtada da təbəqə hissəsi var. Demək, bunda hansı hissə yoxdur? Demək, müəllimlər, bu bizim mişar material növümüzdə də kənar hissəsi yoxdur. Bunda təpə hissə var və til hissəsi var. Yəqin ki, aydın oldu. Sonra gəlin lövhə ilə baxaq görək lövhənin neçə elementi var. Ümumiyyətcə, müəllimlər, lövhədir, daha sonra şalvanın 4də biridir və şalvan yanıdır. Qoyun xüsusilə bunları qeyd edim. Bu 3 mişar materialı növü hər biri 2 elementdən ibarətdir. Demək, hansı elementlərdir? Bunlarda təpə hissəsi də var, yəni en kəsik təpə hissəsi var və til hissəsi də var. Hər üçündə eyni elementlərdir. Hər üçündə də eyni elementlər yoxdur. Hansı elementlər olacaq onlar? Demək, təbəqə, yəni lay hissə və kənar hissəsi. Demək, əziz müəllimlər,
Burada diqqət edəcəyiniz məqam odur ki, bu üçünü deməyə bir yadınızda saxlayın. Lövhədir, şalbanın 1/4-idir və şalban yanı. Bunlarda təbəqə, yəni enli səth və kənar səth yoxdur. Onlarda yəni bu elementlər yoxdur. Onlarda bəs hansı elementlər var? En kəsik, yəni təpə hissəsi var və til hissəsi var. Ümumiyyətcə bildik ki, til bütün mişar materiallarının növlərində var. Bəs mişar materiallarının hansı demək növüdür ki, onda demək bütün 4 elementin hər biri var. Aha, özünüzə cavablandırın. Bəli, taxta. Taxtadır ki, 4 elementin 4'ü də onda var. 2 element deyirsə, bunlar artıq lövhədir, şalbanın 1/4 və şalban yanıdır. 2 haşiyəli tirdə dedik ki, kənar hissə yoxdur və daha doğrusu 2 haşiyəli tir və tilləri oval taxtada kənar hissə yoxdur. Bəs kiçik tirlərdə hansı hissə olmadı? Əlbəttə ki, en kəsik təpə hissəsi. 4 haşiyəli tirdə də demək dedik ki, 2 təbəqə hissə var. Yəqin ki, bu aydın oldu müəllimlər. Düşünürəm ki, sizlər üçün çox gözəl izah elədim. Hal-hazırda reklamlar gedir. Amma müəllimlər, belə ümumiyyətcə əzbərçi şəkildə öyrənməyiniz o qədər də vacib deyil. Başa düşərək öyrənsəniz, əmin olun ki, bir müddətdən sonra o sizin yadınızdan çıxmayacaq. Bunu mən sizə bir, necə deyim, tövsiyə kimi verirəm. Gəlin, keçək mövzumuzun digər hissəsinə. Elə bayaq dedim ki, mövzular irəlilədikcə onlar haqqında danışacağıq. Şipon nədir? Gəlin, biraz onlar haqqında məlumat alaq. Xüsusi dəzgahlarda kəsmə yolu ilə alınır və fikir verirsiniz, burada da deyirik ki, nazik oduncaq qatıdır. Demək, şipon süni oduncaq materialı deyil. Şipon süni oduncaq materiallarının alınmasında istifadə olunur, əziz müəllimlər. Onları süni oduncaq materialı kimi götürməyə, düzdür, gətirib süni oduncaq materiallarının içərisində verir, amma şipon özü nazik, demək, oduncaq qatıdır və xüsusi dəzgahlarda kəsilmə yolu ilə alınır. Sonra isə soyulmuş şipon bəs nədir? Bəzən elə müəllimlərin qarışdırdığı hissələrdən biri. Soyulmuş şipon odur ki, soyma dəzgahlarında fırlanan şalbanlardan, yəni kötüklərdən enli yonqarın kəsilməsi ilə alınır. Bu zaman şipon demək rulan şəklində fırlanır və nazik qatlar, şipon təbəqələri açılır. Yəqin ki, bu hissəsi aydın oldu. Demək, şipon xüsusi dəzgahlarda alınır və nazik oduncaq qatıdır. Süni oduncaq materialı deyil. Süni oduncaq materiallarının alınmasında istifadə olunur. Soyulmuş şipon isə soyma dəzgahlarında alınır və şalbanın və yaxud da ki, kötükdən enli yonqanın iti bıçağın köməyi ilə kəsilməsi nəticəsində alınır. Yəqin ki, bu aydındır müəllimlər. Bəs faner nədir? Gəlin, biraz onun haqqında danışaq. Ümumiyyətcə, müəllimlər, faner süni oduncaq materialdır və burada fanerin alınması göstərilib. Hansı ardıcıllıqla biz faneri əldə edirik? Gəlin, onlara da biraz diqqət edək. Faneri almaq üçün demək, müəyyən ölçüdə şipon lenti kəsilir. Bu bir. Daha sonra qurudulur. Ümumiyyətcə, quruducu kameralarda qurudulur deyirik burada. Quruducu kameralarda o niyə qurudulur? Yapışqan ona daha yaxşı, etibarlı yapışsın deyə, bu məqsədlə. Demək, bu bizim ikinci mərhələmiz olacaq. Faneri demək, biz almaq üçün ilk olaraq şipon vərəqlərini müəyyən ölçüdə kəsirik. Həmin ölçüdə kəsdikdən sonra quruduruq. Qurutduqdan sonra isə olan demək, həmin təbəqələrə yapışqan sürtülür. Bu üçüncü mərhələ. Demək, burada həmin yapışqanı sürtən zaman onların üzərinə, həmin onlar bir-birinin üzərinə qonşu təbəqələr perpendikulyar, yəni liflərin perpendikulyar istiqamətdə qoymaq lazımdır. Daha sonra isə yapışdırılıb preslənir. Presləmədən müəyyən demək, şərait aparılır ki, onlar daha bir-birinə sıx, möhkəm yapışsın. Bu da oldu bizim, demək, presləmə mərhələmiz olacaq bizim 4-cü mərhələ. Yəqin ki, bu aydın oldu. Ümumiyyətcə, düşünürəm ki, burada qaranlıq bir şey qalmadı. Müəllimlərin bildiyi bir şeylərdir. Yenə də istədim sizin nəzərinizə çatdırım. Daha sonra keçək digər hissəyə. Buradan bunu qeyd edim. Ola bilər ki, müəllimlər sonradan baxar. Faner demək, oduncaqdan möhkəmdir. Aha, möhkəmdir, çatlamır, yaxşı əyilir və asan emal olunur alətlərlə. Burada diqqət edəcəyiniz məqam odur ki, müəllimlər, çünki birazdan başqa bir şey də deyəcəyik, onunla qarışdırmamaq üçün, yəni oduncaq yonqarlı piltələrdə də bu xüsusiyyətlər var. Bəzən elə müəllimlər onları qarışdırır. Demək, faner oduncaqdan möhkəmdir və çatlamır, amma yaxşı əyilir. Yaxşı əyildiyinə görə alətlərlə də yaxşı, asan emal olunur.
Yəqin bu aydın oldu. Çünki indi birazdan başqa bir məqamı sizin nəzərinizə çatdıracağam. Fanerdən evlərin tikintisində, daha sonra fanerdən evlərin tikintisində, mebel sənayesində, maşın qayırmada geniş istifadə olunur. Bəli. Gəlin görək, bəs oduncaq yonqarlı piltələr və oduncaq lifli piltələr nədir? Onlar haqqında da biraz məlumat alaq. Oduncaq yonqarlı piltələr odur ki, onlar yonqar, demək, kəpəkli, talaşadı, oduncaq tozu halına salınmış oduncağın eyni vaxtda preslənməsi və yapışlanması yolu ilə alınır. Bu nə deməkdir, müəllimlər? Bax, bu da süni oduncaq materiallarına aiddir. Demək, biz yonqar tozunu, kəpək halına salınmış tozu, eyni vaxtda həm onu presləyirik, həmçində yapışqan çəkirik. Və bunu demək, müəyyən şəraitdə yerinə yetiririk. Ona görə biz dedik ki, bayaq faner süni oduncaq materialıdır. Elə bayaq onu dedim ki, diqqət edəcəyiniz məqamlar var. Oduncaq yonqarlı piltələr də eləcə süni oduncaq materialıdır və onlar yonqar toz halına salınmış oduncağın eyni vaxtda həm yapışqan çəkirik biz onun üzərinə, həm də preslənməsi yolu ilə əldə edilir. Və oduncaq yonqarlı piltələr 10-26 mm qalınlığında istehsal edilir. Hətta bunu gətirdim, saldım sınağa ki, oduncaq yonqarlı piltələr 10-26 mm enində istehsal olunur. Düzdürmü, müəllimlər? Bəzi əksəriyyət müəllim dedi ki, bəli. Amma ki, əslində düzgün deyildir. Ümumiyyətcə, müəllimlər, bu cür məqamlara diqqət edin. Enlə qalınlıq eyni bir şey deyil. Biz burada demək toz halına salınmış yonqarı yapışqanın köməyi ilə biz onu əgər presləyiriksə, burada qalınlıq rol oynayacaq, en yox. Ona görə oduncaq yonqarlı piltələr 10-26 mm qalınlığında istehsal edilir. Əziz müəllimlər, bunu yadınızda saxlayın. Bu material möhkəmdir. Aha, baxayaq dedik. Bu material möhkəmdir. Demək olar ki, əyilmir, kəsici alətlərlə yaxşı emal olunur. Burada demək müəllimlər, nəyə diqqət edəcəksiniz? Faner dedik ki, bu da möhkəm idi. Faner də möhkəmdir, eləcə də oduncaq yonqarlı piltələr də möhkəmdir. Daha sonra faner çatlamır, bəli, və əyilir, yaxşı əyilir və alətləri köməyi ilə asanlıqla emal oluna bilir. Oduncaq yonqarlı piltələrdə isə burada nə deyir? Deyir ki, möhkəmdir və demək olar ki, əyilmir və kəsici alətlərlə yaxşı emal olunur. Demək, faner əyilir, amma oduncaq yonqarlı piltələr əyilmir. Bunu bu şəkildə yadımızda saxlayaq. Və çatlamır deyirsə, bu da fanerə aid bir xüsusiyyətdir. Bəs oduncaq lifli lövhələr nədir? Və yaxud da ki, oduncaq lifli piltələr. İndi inşallah oduncaq lifli lövhələr haqqında irəliləyən siniflərdə danışacağıq. Bunlar da süni oduncaq materialıdır. Yəni, qarışdırmayaq müəllimlər. Onsuz da eyni bir şeylərdir. Onlar elə bildiyimiz yollarla alınır. Demək, oduncaq lifli piltələr orqalit. Buna orqalit də biz deyirik. Yəni, liflərə qədər doğranmış, buxara verilmiş demək, oduncaq kütləsinin təbəqə şəklində preslənməsi ilə əldə edilir. Bax, müəllimlər, oduncaq yonqarlı piltələrlə başa düşürəm. Oduncaq lifli piltələri qarışdıra bilərsiniz. Harada qarışdırmayacaqsınız? Demək, yonqar tozu kəpək halına salınmış bizə deyirsə, eyni vaxtda həm preslənməsi, həm də yapışqan çəkilməsi yolu ilə əldə edilirsə, bu oduncaq yonqarlı piltələri nəzərdə tutur. Liflərə qədər doğranmış, buxara verilməsi nəticəsində alınan təbəqə deyirsə, bu artıq oduncaq lifli piltələr olacaq. Yəqin ki, bu hissəsi sizə aydın oldu. Oduncaq lifli piltələr, daha doğrusu, digər bir adı ilə biz onu orqalit də deyirik. Yəni, onu orqalit adı ilə tanıyırıq. Orqalit boz rəngdə olur və düz hamar səthə malikdir. Baxın, elə bu hissədə də qeyd olunur. Yəni, burada qarışdıracaq bir məqam yoxdur. Faner demək və oduncaq yonqarlı piltələr, oduncaq lifli piltələrin demək, onların bir dənə çatışmayan cəhəti var. Siz nə ola bilər? Əminəm ki, özünüzdə cavablandırdınız. Bəli, onlar demək suya, rütubətə qarşı həssasdırlar. Yəni, elə burada da deyir ki, rütubətdən qorxurlar. Niyə? Çünki fanerdir, oduncaq yonqarlı piltələr, oduncaq lifli piltələr, bunlar müəllimlər toz halında yapışqan yolu ilə qarışdırılıb presləndiyinə görə onlar su ilə təmasda olduqda artıq onlar demək şişir, möhkəmliyini itirir. Yəni, ümumiyyətcə keyfiyyət aşağı düşür. İndi birazdan deyəcəyik hansılar laylara ayrılır, hansılar şişir, möhkəmliyini itirir. İndi birazdan tanış olacağıq. Ondan əvvəl istəyirəm qeyd edəm ki, ümumiyyətcə bu fanerdir, oduncaq yonqarlı piltələrdir. Bunları dedikdə nəzərinizə bilirsiniz nəyə gətirin.
İndi bilmirəm, bəziləriniz bəlkə də bilərsiniz, bəziləriniz yox. Ümumiyyətcə bəzən əvvəllər evlərdə demək döşəməyə DSP adlı bir material vururdular. Həmin material ümumiyyətcə su ilə təmasa keçən zaman şişirdi. Şişdikdə də o möhkəmliyini itirirdi, yəni keyfiyyətsiz bir hala düşürdü. İndi bəlkə də bəziləriniz bilərsiniz. Bax, həmişə ümumiyyətcə mən elə şagirdlərimə də bu dərsi izah edəndə onların da yəni fikrini onu gətirirəm ki, bax bu o deməkdir. Ona görə deyir ki, rütubətdən bunlar qorxur. Daha sonra gəlin baxaq görək, rütubətin təsiri nəticəsində hansı hala düşürlər? Demək müəllimlər, rütubətin təsiri altında faner laylara ayrılır, plitələr isə şişir möhkəmliyini itirir. Elə bəzən də testlərdə bunu qarışdırıb verirlər. Müəllimlər də çaşır, bilmirlər ki, hansı laylar ayrılır, hansı şişir möhkəmliyini itirir. Baxın müəllimlər, belə xırda bir nüans deyəcəm sizə. O şəkildə yadınızda saxlayın. Siz adi evdə fikir verirsiniz. Biz bayaq nə dedik? Dedik ki, onlar su ilə təmasda olduqda möhkəmliyini itirir. Yəni ki, şişir və yaxud da ki, laylar ayrılır. Fikir verdiniz, bayaq biz fanerə nə dedik? Dedik ki, şpon təbəqələrinin demək, perpendikulyar şəkildə qat-qat yapışqanlanması yolu ilə demək, təbəqə şəklində alınır. Faner dedik ki, 3 və daha artıq şpon təbəqələrinin yapışqan yolu ilə alınması nəticəsində alınır. Ümumiyyətcə, fikir verdiniz, biz burada faneri layla yığdıq və yapışqanla preslədik və faneri əldə etdik. Demək, bu su ilə təmasda olanda həmin laylar ayrılacaq. Yəqin ki, aydın oldu. Mən elə bax bunu istədim sizin burada xüsusilə diqqət edəcəyiniz şəkildə vurğulayım. Demək, biz faneri lay şəkildə yapışdırma yolu ilə əldə etdiksə, o su ilə təmasda olduğu təqdirdə lay ayrılacaq. Yəni, bizim onu layla yapışdırdığımız yapışqan, şpon təbəqələri su ilə təmasa girdiyi təqdirdə onlar əvvəlki demək, necə deyim, bərkliyini, möhkəmliyini itirib lay ayrılacaq. Daha sonra geriyə qalır plitələr. Plitələr də şişir, öz möhkəmliyini itirir. Bunu da bu şəkildə yadınızda saxlayacaqsınız. İndi baxıram müəllimlər, diqqət edəcəyiniz başqa bir məqam yoxdur. Düşünürəm ki, hər bir xırdalığına kimi sizə izah verdim. İnşallah başa düşərsiniz. Hər hansı bir qaranlığınız olarsa, sualınız olarsa, yorumlarda yazı fikir bildirməyi unutmayın. Hər birinizə uğurlar müəllimlər. Hələlik.